Deməli nə oldu bilirsiniz? Mən incədən videonu çəkdim, sonra kameraman onu əyri tutmuşdu da, indi mən başdan çəkirəm. İndi başdan hər şeyi danışacağam. Mənim üçün biraz dejavu olacaq, amma sizin üçün yenidir. Deməli, nə vaxtdan da YouTube video çəkmirəm, ona görə ki, YouTube məni banlayıb. Canlıma heç kəs girmir, heç kəs. Əgər canlı açdığımı görsəz, mənə dəstək olsaz sevinərəm. İndi keçək mövzuya. Sizin artıq ixtisas seçimi vaxtınızdır. Bəlkə də bu video kiminsə qarşısına ixtisas seçimindən sonra çıxacaq. Danışmaq istədiyim Bakı Dövlət və Fəlsəfə ixtisasları fəlsəfə ixtisası barədədir. Həyəcanlanıram, sizi görəndə dilim sürüşə bilər. Deməli Bakı Dövlət doğru seçimdirmi? Mən Bakı Dövlətə qəbul olanda çox pis olmuşdum. Çünki mənə deyirdilər ki, bəs rüşvət var, çox çətin keçirsən, elə var, belə var. Mən qorxmuşdum da, yəni həyatımın travması idi. Sonra mən universitetə daxil oldum və yaxşı ki, Bakı Dövlət dedim də. Çünki əlbəttə mənim istədiyim universitet indi ad çəkməyəcəm, reklam olmasın. Ona düşsəm daha çox sevinərdim, amma Bakı Dövlət də belə seçənəklər içində pis variant deyil. Əvvəla rüşvət məsələsi yoxdur. Əgər siz oxuyursunuzsa, əmin olun ki, 100% keçirsiniz və müəllimlər çox sevir oxuyan tələbələri. Həqiqətən çox sevir. Əgər siz 4 il ərzində çox yaxşı oxumusunuzsa və magistrda oxumusunuzsa, əmin olun ki, sizə özləri iş də təklif edəcəklər universitetdə. Belə. Sonra keçmək məsələsi. Əgər oxuyursunuzsa keçəcəksiniz, oxumursunuzsa sizin işlər çətin olacaq. Həqiqətən kəsilmək məsələləri biraz doğrudur. Birinci kursda bizdə xeyli adam kəsilmişdi, yadıma gəlir. Birinci kurs oxumaq çox önəmlidir. Yəni çox önəmlidir, yəni. Birinci kursu yaxşı oxusanız, o birisi kurslarda çox yaxşı olacaq. Bir də arxa partalarda oturmamağa çalışın. Qabaq partada oturanda müəllimlər ilişmir. Yəni Bakı Dövlətdə bu biraz tərsinədir. Arxa partada oturan həmişə dərsə çağırırlar, nə bilim nə. Bir də sizə deyim, özün portaldan sonra sizi çağıracaqlar universitetə qeydiyə. Arxadan əcaib səslər gəlir, qorxdum. Bu son hadisələrdən sonra məndə kanalizasiya qorxusu yaranıb. Nəsə, nə deyirdim? Deməli çalışın ki, birinci qeydiyyatdan siz keçməyin. Çünki jurnal sırası qeydiyyatdan olursunuz, başınız yanacaq. Birinci qətiyyən jurnal sırasında olmayın. Bakı Dövlətdə ən bədbəxt insanlar jurnal sırasında birinci olanlardır. Balaca bir şeydir. Gəldik fəlsəfə ixtisasına. Fəlsəfə ixtisası haqqında onu deyim ki, sizə heç ürəkaçan şeylər deməyəcəm. İş tapmaq barədə qorxa bilərsiniz. Çünki yağ bal kimi olmayacaq hər şey. Yəni əgər onsuz da texniki fənlərdən söhbət getmirsə, humanitar fənlərdə iş tapmaq çətindir. Yəni bu antropologiya ola bilər, fəlsəfə ola bilər, politologiya ola bilər. Heç fərqi yoxdur, yəni. Ona görə siz çalışmalısınız, özünüzə bacarıq yığasınız. Ən yaxşı halda dövlət qulluğuna verə bilərsiniz. Orada iş tapa bilərsiniz, asan xidmətdə iş tapa bilərsiniz, banklarda iş tapa bilərsiniz, okey. Amma əgər bacarığınız varsa, ixtisasın heç bir fərqi yoxdur. Yəni özəl şirkətlər sizi sevə-sevə çağıracaq. Çalışın universitet həyatınız boyunca çoxlu biliklər yiyələnin, kompüter bilikləri, dil bilikləri, təcrübə, könüllülük hamısında demirəm, amma sizin işinizə yarayacaq şeylər də ola bilər. Məsəl üçün miqrasiya könüllülərini tövsiyə edə bilərəm. Çox aktiv olmağa çalışın. Sadəcə olaraq kitablara qapanmayın. Bu sizə yaxşı nəticə verməyəcək, amma oxumamazlıq da eləməyin. Niyə? Çünki əgər magistr oxumaq fikriniz varsa və eyni universitetdə qalsaz, Bakı Dövlətdə, məsəl üçün fəlsəfədə yağ bal kimi keçəcək də, yəni. Məsələn, mən magistri semestrdən semestr oxuyurdum, amma bakalavrda əməlli başlı qanımı içmişdilər də. Əməlli oxuyurdum. Sözüm ona fəlsəfə seçəcəksinizsə, sizin üçün mənim fəlsəfə kanalım var, orada videolar qoyacağam. Onlara baxıb təxminən onu nədir başa düşün. Əgər sevəcəyiniz bir şeydirsə, o zaman verin. Ki, fəlsəfə dərindən maraqlananda seviləcək bir ixtisasdır. Mən məsələn 4 ili oxudum, doymadım. Magistrda fəlsəfə verdim və hələ də doymamışam. Doktoranturanda fəlsəfə verəcəm və yəqin ölənə qədər hansısa fəlsəfə ilə maraqlanacağam. Çünki bir növ həyat stili kimi bir şeydir və sizə nəsə qatır da, yəni. Belə deyəcəklərim bu qədərdir. Amma dediyim kimi, yəni əgər məsələ sadəcə universiteti bitirib iş axtarmaqdırsa, fəlsəfədən məncə uzaq durmalısınız. Seçməmisinizsə uzaq durun. Seçmirsinizsə, əgər istəyirsinizsə gələn il təzədən verin. Yox, illa oxuyacağam deyirsinizsə, Allah sizə səbir versin, 4 il sonunda dəli olmuş olacaqsınız.